Bugün Sumqayıt şəhərində körpə fidanların ilk təhsil ocağına qədəm qoyması xüsusi sevinclə qeyd olunub. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Polad Həşimov adına 28 nömrəli tam orta məktəb bugün balaca sakinlərin səs-küyü, gülüşü və sevinc dolu baxışları ilə əsl bayram məkanına çevrilib. Uşaqlar məktəbə qədər təhsil qrupuna qədəm qoyaraq həyatlarının yeni mərhələsinə başlayıblar. Onların üzündəki təbəssüm, gözlərindəki maraq və həyəcan valideynlərə də böyük sevinc bəxş edib. Bu sevincin arxasında isə məktəbin direktoru, təcrübəli pedaqoq Araslan Rızayevin qayğıkeş rəhbərliyi dayanır. Araslan müəllimin uşaqlara göstərdiyi nəvaziş, isti münasibət və tükənməz sevgisi bir daha sübut edir ki, gələcəyimiz etibarlı əllərdədir. Onun rəhbərliyi ilə məktəbdə yaradılan sağlam pedaqoji mühit, səliqə səhman, müasir tədris yanaşmaları və mehriban müəllim kollektivi məktəbə qədər təhsilin əhəmiyyətini daha da artırır. Məktəbə qədər təhsil hər bir uşağın həyatında mühüm rol oynayır. Bu mərhələdə uşaqların həm bilik, həm də sosial vərdişlər qazanması onların gələcək məktəb həyatına möhkəm təməl yaradır. Araslan Rızayevin rəhbərliyi altında qurulan mühit isə balacaların yalnız oxumağa deyil, həm də vətənpərvərlik, mədəni davranış və insanpərvərlik kimi dəyərlərlə böyüməsinə xidmət edir. Məktəbin təmiz, nizamlı sinif otaqları, uşaqlar üçün yaradılan əlverişli şərait və müəllimlərin peşəkarlığı bir daha göstərir ki, Polad Həşimov adına 28 nömrəli məktəb şəhərin təhsil ocaqları arasında özünə məxsus yeri olan nümunəvi bir məkandır. Bugün körpə fidanların məktəb həyatına atdığı ilk addım Araslan Rızayevin qayğıkeş rəhbərliyi ilə sağlam və xoş mühitdə baş tutduğu üçün daha da əlamətdar oldu. Burada böyüyən uşaqlar sabahın savadlı, əxlaqlı və vətənpərvər vətəndaşları kimi formalaşacaqlar. Valideynlərin razılığı, uşaqların sevinci və məktəbin nümunəvi mühiti bir daha göstərir ki, gələcəyimiz güvənli, sabahımız işıqlıdır. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.